Quba Asan Həyat kompleksində Bilim Quba mərkəzi fəaliyyətə başlayıb. Bilim Azərbaycan layihəsi çərçivəsində fəaliyyət göstərən mərkəz Azərbaycan Respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun birgə təşkilatçılığı ilə yaradılıb. Bilim Azərbaycan modelinin ilk nümunəsi olan Bilim Bakı mərkəzi 28 may 2022-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın və Nobel mükafatı laureatı professor Əziz Sancarın iştirakı ilə istifadəyə verilib. Bu uğurlu modelin davamı olaraq artıq ikinci mərkəz kimi Bilim Quba bölgədə fəaliyyətə başlayır. Bilim Quba mərkəzi regiondakı istedadlı uşaqlara potensiallarını inkişaf etdirməyə və beynəlxalq elmi-texnoloji mühitə inteqrasiyalarına kömək edəcək. Mərkəzin imkanlarından həm Quba, həm də Xaçmaz məktəbliləri faydalana biləcək. Burada təbiət elmləri, riyaziyyat, astronomiya, kosmos və aviasiya, eləcə də dizayn laboratoriyası fəaliyyət göstərir. Hər laboratoriyada 20 nəfər olmaqla ümumilikdə 80 şagirdə eyni vaxtda xidmət göstəriləcək. Quba və ətraf rayonlardan olan 80-ə yaxın şagird 3 il ərzində süni intellekt, kibertəhlükəsizlik, əşyaların interneti, alternativ enerji və bu kimi texnologiyalar üzrə bilik və bacarıqlarını artıracaqlar və bu da onlara imkan verəcək ki, onlar 21-ci əsrin tələblərinə uyğun formalaşsınlar. Bu vesileyle de kardeşlik bağlarımızın daha da güçlendiği, bilim ve teknoloji alanında ortak çalışmalar, girişimler çıkarttığımız güzel bir proje olacağını inanıyorum. Şimdi genç kardeşlerimizi de ziyaret ettik. Hepsi de bu alana çok ilgisi var. İnşallah onlar için de bence güzel bir imkan ve fırsat olacak diye düşünüyorum. Mərkəzdə gələcəyin tələbələrinə uyğun olaraq layihə əsaslı və problem yönümlü təhsil yanaşması ilə Deney Yap texnologiyası proqramı da həyata keçirilir. Qeyd edək ki, Bilim Azərbaycan layihəsinin məqsədi 6-14 yaş arası uşaqlarda texnologiya, elm sahibkarlıq və innovasiya sahələrinə marağı artırmaq və onları 21-ci əsrin tələblərinə cavab verən bilik və bacarıqlarla təhciz etməkdir. Ramiz Ramazanlı, Polad Tahirov, Aysən Ələkbərova, İTV Xəbər, Quba.